Mətnin plan bəndlərinə aid edilə bilməz. Tərənin mexanizmi və işləmə prosesi, mətndə belə bir hissə var. Yəni neçənci abzaslardadır baxaq. Üçüncü abzasda və dördüncü abzasda tərənin işləmə prosesi qeyd olunub. Azotun canlı orqanizmlərdə başqa funksiyaları. Burada sadəcə azotun canlı orqanizmlər üçün protein mənbəyi olduğu qeyd olunur. Başqa funksiyası qeyd olunmur. Ona görə cavabımızın biri 2 olacaq. Siqnalların yarpaqları hərəkətə gətirməsi. Baxaq, mətndə elə bir fikir var. Böcək hər dəfə çırpıranda tüklərə toxunur, proses daha da güclənir, yarpağın daxilindəki həzm vəzləri də prosesdən xəbərdar olur və həlledici maye ifraz etməyə başlayır. Deməli, bu hissədə də qeyd olunub ki, siqnallar yarpaqları hərəkətə gətirən hüceyrələrə qədər gedib çatır və bitki bir göz qırpımında bağlanır. Deməli, siqnallar mövcud idi və onlar haqqında mətndə məlumat qeyd olunub. Ət yeyən bitkilərin fotosintez prosesindəki rolu. Mətndə fotosintez prosesindən ümumiyyətlə söz açılmır. Ona görə 4 də yanlışdır. Cavabımız elə 2 və 4 olacaq. Ət yeyən bitkilərin qruplara ayrılması. Bu da mətndə qeyd olunmuşdu. Bu hissədə ikinci abzasda yazılıb ki, bu bitkilər iki əsas qrupa bölünür. Deməli, cavabımız elə 2 və 4-dür. Hansı ki, onlar haqqında mətndə məlumat yoxdur deyə plan bəndləri də ola bilməz.